Yaxşı. Mən onda başlayaq görək nə var, atmosfer tam şəkildə götürmüşük. Yaxşı müəllimə, buyurun. Gəlsin. MHŞ güvən. Qarışıq suallarını verib gəlsin. Üstü 2 nəfər axşama qoşulacaq. Axşama qoşula bilsək qoşulur. O bizim müəllimlər ikisi axşam qoşulacaq. Bir gələ bilmədilər. Baxaq görək, nə səhv var? Güvende var. Güvende var. Güvenden verin. MHŞ'den verin. Bakın da yani harda səhv var. Bir güvene bakalım sonra emosiyon bakalım. Baxaq. Güvənə baxaq. 145. 45. 145'e kadar yoktu. Var ya, onlar ben araştırmışam. 65 yani. Deyək ki 10 derece temperaturda 1 kubmetre hava, nisbi rütubətli 70 faiz. Baxın, 10 derece temperaturda 1 kubmetre havada neçə gram su buxarlanır? 9 gram. Bu neçə faizdir? 100 faiz. Evet. Ama biz görürük ki nisbi rütubətliyi neçə verir? 70 faiz. Bu nisbi rütubətlik 70 faiz olanda bu da mütləq rütubətliyi çıxardabilirsən. Zaten 1 kubmetre havada olan su buharının gramla miktarı mütləqdir. Faizlə miktarı nisbi. Bəli. Çıxardığında ne qalacaq? 100 70'i 9'a vuranda 630. 6.3 gram. Düzdür? Bəli. Temperatur 0 dereceye dek aşağı düşerse hava ne kadar su buharı itirebilir. Yani yağış ne kadar köşkediler. Düzdür? Bu yukarı kalktıkça temperatur eğilir neye? Sıfıra. 0 derecede 1 kubmetreden neçe gram su buharı? 5 gram. Bu 100 faizdir. Şimdi bak bu hava tərkibində 6.3 gram olan o 10 derecelik hava aslında olmalı 9 gram. Sadece yerde su olmuyor ki o 9 gram götürebilirsiniz. Nispeten kurak arazi olduğunda böyle değil. Şimdi kurak deyəndə burada 70 faiz nisbi rütubət varsa tam kurak demirsən. Bu səhralı ola bilməz. Səhralıqda çox aşağı. Bəli. Çöllük zonalar ola bilər. Məsələn, meşə də deyə bilməzsən, meşədə rütubət var. Çöllük zonu. Şimdi orada sen deyirsən ki, bizim müəllimlər sizdə keçmişdik, 0.6'ya kimi rütubət. Bax, elə zonalardır. O 0.3'dən 0.6'ya, səhranın üstü. Bəli. Bax, ona görə sən deyirsən ki, bax, bu temperatur aşağı düşəndə bu daha da sıxılır. Daha da sıxıldı, 5 gram saxlama qabiliyyəti var. Bunun 5 gram saxlama qabiliyyəti varsa, neçə gramı yerə yağışını verəcək? Bəli, 1.3. Elə bir 6.3'dən 5'i çıxarsan 1.3 gram her kubmetre göre verilir. Sen mesela için orada diyebilirler ki hesapla göre 50 kubmetre ne kadar yağmur bir şey. Onda sen diysen 1 kubmetre 1.3 gramdırsa 50 kubmetre bunu çarpan burasından 65 gram çıkar. Düzdür? Ama burada sen bir de bunu sorucu, əlavə seni demeyeyim. Bak, orada 1.3 gram. Yarıya kim yapmışlar? Sonra, müəllimlər, nə sual var gəlsin? Müəllimlər oxuyub təkrar deyirsinizmi? Bundan təkrar keçirsiniz mi? Burada kim gələsiydi? Bizdə. Həll var, 2 nəfər gəldi. Bunlar da aşağı Gelsin, ne sual var gelsin. Ev haşemden. Benim işlemimizden de ev haşemden. Atmosferde 22 yapıdan bakalım. 22'ye. Ev haşem demedim. Yok güvende. Güvende.
Eynidir kitaplardır. Eynidir kitaplardır. Emaşemi, siz əsas müəllim, birinci emaşemi işləyir. Din də işləyirəm orada. Din də. Dimdə işlə, yəni işlə sualları ver, sınavları da bəlkə də. Bir dənə də son ay qalmış, bir dənə də əlavə işlər işləyib istiyor. Bu 22. Aha. Baxır 22-də. Dağın ətəyində havanın temperaturu 11 dərəcə. Bax, dağın ətəyində 11 dərəcə, zirvəsində də -4 dərəcə. Dağın nisbi hündürlüyü hesablayır. Zaten nisbi hündürlüyü ətəklə zirvə arasındakı fərqə deyilir də. Nisbi hündürlüyü o ölçən cihaz var idi. Onun adı neydi? Niveli. Bəli. Niveli. Demək, müəllimlər, burada aradakı fərqə baxın. Yəni ətəkdəkindən müsbət 11 dərəcədən sürüq nəyi? -4-dür. Əks temperaturlar olanda bunlar toplanacaq da. Aradakı 15 dərəcə olacaq. Orada mən demişdim 1000 metrə. Neçə dərəcə? 6 dərəcə. Bəli, 6 dərəcə. Şimdi burada 15 dərəcəni tapa bilərik. İkismiş. Çarpı duranda 6 2 15 günə 150'de neçə dəfə olacaq? 25 dəfə. Bu da 2500 metre beraber. Aslında görebilirsen de sen bu. 2'den 6, 12, 3'te 500 demektir. 2500. Aydındır. Benim kendiliği var. Sizde. Başa düştür. Biraz sadece çok işlemek lazım. Yüzler var. Sualların izahı. Geçen defa işlediğimiz yok. 6-cı ilki. Evvelci. Onlar Ondan qabaqçı. Ona da girib baxa bilərsiniz, orada nə ki varsa. Keçən səfər indi şənbə günü bəzi izahları verdik. Amma onu bir dənə tamamlayıb 40 dənə test edib onu təzələnir. Şənbə günü indi bir dənə inşallah 40 dənəli test gətirəcəm. Onu da işləyərik, yenə biraz artıq qalıb baxarıq suallarına. Yaxşı. Hər həftə o testləri gətirək. Elə bir aya 5 dənə sınav kimi düşəcək. 29-da sınavımız. Bir dənə sınav var, o sınav ümumi olacaq. Ümumi deyəndə tam ümumi olmayacaq. İqtisadi coğrafyadan keçdiyim yerlər salacaq. Ona görə girin. Yaxşı, yəqin ki ona kimi bir iqlimi atmosferi tutaracaq, siz də orada qalacaq, sizdə də təkrar edəcək, elə bir şey. Orada siz girin mütləq şəkildə o sınav. O sınavda izahları verəcək. Oldu. Belə, indi biraz orada situasiyalar əlavə edəcəm. Bir 6 dənə 7 dənə situasiya salacağım. Yazılmağa başlanılıqdır. O imtihanı mütləq girərsiniz. 50 dənə sual olacaq orada. Olur. İzahlarına veriləcək. Sonra nə var? Emaşemdə 9. Bir dəqiqə baxın. İndi Cumhurbaşkanı söhbət Everest zirvəsindən gedir, yəni digər adı ilə Cumhurbaşkanı. Everest zirvəsi hansı ölkədə yerləşir? Nepalda. Nepal konstitusiyalı monarxiya götürə bilərik. Mənim baxmamısan olaraq. Nepal demək, müəllimlər, əvvəl olubdur tam şəkildə monarxiya. 2008-ci ildə dəyişir. Oranın kralı bir dənə qız istəyir, indi nağıl var, orada qıraqda da yazıldı. O üçün qıza görə bütün ailəsini qırıb tökür. Ondan sonra kral yoxdur ortada, çevrilir Respublikaya. Necə Respublika? İntihar Respublikaya. Olur,
Yani onu yaddan çıxartmayın. Nepal bəzən verirlər, 2008, qayıtdı, ay mənim o mütləq monarxiya deyil, yox. Özü onu siyasətə gətirib salırlar, mütləq. Niyə? Hamı başlığa fikir verir, həm mütləq monarxiyada həbsi yox. O 2008-də dəyişikliyə fikir verir. Ona fikir verir. Nepal ölkəsində yerləşir, 8848, orada da demişdik, hansı xalqlar yaşayır? Şerif xalqları. Bunlar bu tipli proseslər siyasətə gətirib salır. Biraz qarışıq şəkildə verir ki, sən diqqətsizlik edəsən da. Orada diqqətli olmaq lazımdır. İndi, bir də orada bir şey deyim. Nepal'la Bhutan. Koy bunu, hani 2 saat olarak verelim, umumlaştırabilir. Orası tercih ederiz. Bak haritada dikkat ettirilmeyen o ölçelerden, o proseslerden geçen yılda sərhədlə bağlı şeyler gelmişler. Bak bəzi ölçeler, bak bu Nepal'la Bhutan. Ama birbirine yakın götürür, verir sərhəd. Nepal, Kathmandu, Bhutan da Thimphu. Belə adlanır. Thimphu da deyilir, Thimphu da. Ha, paytaxtlar. Demək, Bhutan. Şeylə paytaxt sərhəddə yerləşir, Nepal. Arasında Hindistan ərazisi gedir. Çin, Hindistan. Bax, Nepal'la, Bhutan'da Çin, Hindistan'la sərhədlədir. Yaxşı? Bax, indi burada Cumhurbaşqanıya görə əsasən onları dedim, o bir qarşılıqlıq yaranmasın. Onunla bağlı da sual salarım sizə. Bəlkə 6-cı gündə salaq bir də onunla bağlı sual. Yaxşı, baxaq görə kimin yadında qalar o. Demək, Cumhurbaşqanı zirvəsinin 2848 metrində havanın temperaturu, bax, Cumhurbaşqanı zirvəsi 8848. Bunun 2848 metrində havanın temperaturu 11 dərəcə olur. Müsbət 11. Atmosfer təzyiqi nə qədərdir? 625 millimetr. Bəli. İndi bizə deyir ki, o zirvədə, dağın zirvəsində havanın temperaturu və atmosfer təzyiqini hesablayın. Biz buradan nə fikir veririk? 6000 arada nə var? Ola bilər ki, bunu bu cavabdan verməsin. Cavab tapmasan, hansı metodla gedə bilərsən, bir ona da baxacaq. Amma çox güman ki, verəcək bu metodla. 6000 metr. 6000 metr. Bax, atmosfer təzyiqi anlayışını demişdim. Əsasən bu şehirlərdə şamuli təzyiqdən istifadə edir. Biz daimi təzyiqi küləklərin uzaqda daha çox istifadə edirik. Bəli, deyirik ki, hər 10 metrə nə qədər? 1 millimetr azalma. Məlumat, 6000 metrə nə qədər azalmadır? O da bərabərdir. Çarpı burası 600 olacaq. Elə bir 12, 6000. Bax, ixtisarlarımız getdi 600. 600 millimetr azalır da. Bu da 625 ise, orada 600 azalır, 25 millimetr orada. Ve temperatur. Temperatur bayaq dedik 100'e 0.6, minə 6 dərəcə. Minə 6 dərəcədirsə, baxmayın. Minə 6 dərəcədirsə, 6 minə 6 dəfə artır. Onda burada 6 dəfə artmalıdır. İndi burada 11 dərəcədir. 11 dərəcə, 36 dərəcə aşağı düşəcəkdir temperatur. Yer səthindən uzaqlaşdıqca temperaturun azalması prosesi. Mənfi 25 ve 25 milimetre. Bir yer var orada. Duvar yanında. Süredir. Başa düşebildiniz. Çətin deyil ki. Biraz sadece dikkatli olmak lazım. 7'den 8 metre. 7-8 emaşa verir mi? Evet. Onun başında mənfi 25 dərəcə olmalı, normal olması. Ola bilər Hayır. ki, durmadan. Tabii ki uzak değil. Uzaq. Böyük hisseden. Sen təsəvvürlə ki, gel oranın aşağısının temperatürünün ortalama verək, laf, 30 olmayacaq, 24 derece. 4000'den öyle, 5000 metrede qar xətti yaranır. 5000 metreden sonra 3848 metre, 3848 metre, sen təsəvvürlə. Sıfırdan aşağı temperaturlar müşahidə edir. Necə?
Hələ bu 5000 metrdə 0 dərəcə ilə doğma prosesi başlayır. Yəni təsəvvürlə nə boyunca ərazidə qar xətti var orada, buzlaq var. Yəni təbii ki, elə ərazi üçün uyğundur. Günəş yer səthindən gələn zərərli şüaları atmosfer hansı qatında tərəfindən udulur? Stratosferdəki Söhbət qatdan gedir mənim, sən atmosfer verirsən. stratosfer demiş. Yerelde gazlar şeyler. Yerdir. Hə. Günəşin yer səthindən gələn zərərli şüalar atmosferin hansı qatı tərəfindən udulur? Cavabı ozonsfer çıxardı. Ozon Hə, düz deyil, amma təbəqədir. Təbəqə. Qatın içində təbəqə. Əslində bu sualı özü yazıb. Özü yazıb səni çaşdırmaq məqsədi ilə ki, sən təbəqə ilə verəsən. Bax, qatlar üzərində, qatların içərisində təbəqələr yerləşir. Məsələn, qatların içərisində. Sən göyün birinci təbəqəsi demirsən, göyün ikinci təbəqəsi. Qatı deyirsən, qatın içərisində yeni formalaşan ozon təbəqəsi və yaxud ionosfer təbəqəsi anlayışı. Bəli, sən doğru verirsən burada. Stratosfer bu. ozon qatı. 8 birim. Burada şey, bu səhv Eksosfer olmalı ya orada. Değildi cevap. 7 də. Yox, eksosfer ən sondakıdır. Udulur deyil da. Termosferdə olur, ultrabənövşəyi deməyib daha. Bax, bu desəydi ki, rentgen şüaları. Estağfurullah. Termosfer. Bax, qat deyil da, qat. Desəydi ki, rentgen şüaları. Onda deyəcəkdir, udulur bu termosfer qatında ionosfer təbəqəsi tərəfindən. Desəydi ki, ultrabənövşəyi şüalar. Onda deyəcəkdin ki, stratosferdə hansı qat tərəfindən, daha doğrusu stratosfer qatında hansı təbəqə tərəfindən, ozon təbəqəsi tərəfindən. Bəli, bu şəkildə baxın deyir. Yəni ozon Burada əslində demək Orada bir cümle var idi. Termosferde zərərli gazlar tutulur. burada deməlidir ki, bax, hamısından bir dənə fərqli var, burada təbəqə, ozon təbəqəsi. Burada sadəcə şərtində səhvlik verir. Cavab düz, şərtində səhvlik var. Necə yəni? Orada sən deməli ki, hansı təbəqə tərəfindən udulur. Sən də orada götürən troposfer, eksosfer, stratosfer, termosfer, bunlar təbəqə deyil, qatdır. Mənim indi mən bunların funksiyalarını üçün qarışdırmağa başladım. Bax, Ozon qatı günəşdən gələn ultrabənövşə şüaları udur. ay, Bu oldu zərərli şüa, düzdür? bəli, Bir də termosferin qatında yerləşən ionosfer qatı. ay. O nə udur? O da rentgen şüaları, o da zərərlidir. İkisi də zərərlidir. İkisi də zərərlidir. Burada sadəcə, bax, qatla, indi qarışdırmayıb, təbii ki, kitab yazan müəllimsə bu qədər də qarışdırmaz hər halda. Sadəcə burada nə baş verir? Bu sualı olduğu kimi salıb, yəni təbəqə sözünü verməli idi orada. Təbəqə sözünü verməli idi. Sən burada məntiqi uyğunluq da tapa bilərsən ki, necə olur? 4 dənə qatdır, bir dənə təbəqə. Zaten cavab o çıxacaq. Düzdür? Ayısı o. Burada sadəcə götürüb təbəqə yerinə qat yazıbdır. Yəni orada özü də qarışdırıb da belə deyil. 8-ə də. Texniki səhv edir. Ozonosferi. Amma orada dediyim kimi bax, yer sənə zərərli şüalar. Günəşin yer səthindən hansı qatda yox, təbəqədə. Təbəqə deməli. Qat görsən, bu da düzgün çalışmır. Təbəqə deyirsən düzgün cavab ozonosfer. Amma qat deyəndə, burada sən termosferi də götürə bilərsən, stratosferi də götürə bilərsən. Dolayısıyla cavab 2 dənə çıxır. Təbəqədə də 2 dənə çıxır. Ionosfer bir də İonosferi verməyib baxın. hə. Başa düşdün? Nasıl? 8 min. Samir müəllim, siz başa düşdünüz nə demək istəyirəm? Təbriz müəllim. Başa düştüm. Nəyi vurguladığını başa düşdünüz mü? Əla. Anladım. 7, sonra 8 dedin. Burada 8 yoxdur, yoxsa... Sağ tərəfdə yuxarı. Hə. Telefonda şey olur. Atmosfer hansı qatlarında temperatur inversiyası müşahidə olunmur? Əla. Temperatur inversiyası müşahidə olunmur, yəni temperatur artmır. Olunmur, deyil, olunmur. 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 Yəqin ki, verməmişəm. Mən Y yazmışam, Y-də görə olunanlardır. Termosfer. İndi, müəllimlər, baxın, İnversiyası. temperaturun artdığı 2 qat var. Stratosferdən termosfer. Ayson. Stratosferdə niyə? Ozon udur oranisidir. Ionosfer. Termosferdə ion udur oranisidir. Uduma təbəqələr olduğu qatlarda inversiya baş verir, artım baş verir.
Qalanlarda troposferdir, mezosferdir, eksosferdir. Bunlarda şey yoxdur. Mənim sən yerdə troposfer, eksosfer düz yazmışsan da. 8'de Y yapmışım, ses güzel. C variantı göstərilməsi. Deyir. Mezosfer, troposfer. O da ola bilər. Cavablar. Bunda Y'de olarak bir de var. Cavablar o olur. Amma burada hansı qatlarında temperatur inversiyası müşahidə olunmur. Deyir ki o. Mənim bəlkə orada Mənim troposfer termosferdə ionosfer var da, ion qatlar. Belə budur axı. Bu Deməli, səbəbən ərazinin temperaturunu artırır. Troposferdə də atır. Troposferdə də atır. Troposferdə mənim yer səthi. Yer səthindən uzaqlaşdıqca nə baş verir? Azalır. Hayır. Amma orada ozon təbəqəsi udur, ümumi qatı hissdir. Hətta o biraz stratosferə, troposferə də təsir göstərir, amma orada müəyyən sərhədlənmə var deyə çox təsir göstərir. Troposferin səhv olma səbəbini deyim mənim. Orada troposfer yox, eksosfer səhv verəcək, cavabı mezosferlə troposfer verəcək. Bilsən nəyə görə? O səbəbdə, yəni seçim arasında qalanda belə götürürsən. İnversiya məsələn bunlarda baş verir. Niyə seçim arasında qalanda eksosferi oradan çıxırsan? Səbəb odur ki, eksosferin sıxlığı atmosfer arası sıxlığa bərabərdir. Yəni orada temperaturun Eyni bərabərdir. həddindən artıq dəyişməsi, temperaturun balansı özünü göstərə bilmir. Yəni kosmik fəzanın sıxlığına bərabər olduğuna görə orada özünü soyma prosesləri kosmik fəzadan çox fərqlənir. Ona görə sən cavab qalanda əsasları götürürsən bir, troposfer, 2 mezosfer. Aydın Burada S'də üstünlük hansı seçirsən da. S'də hansı qatları verir? C'də mezosferlə troposferə. Yer səthinə yaxın olan troposfer yuxarı qalxdıqca neyini? Soyur. Deyərlər ki, bu da soyma prosesi. Zaten orası soyma prosesi getməlidir. İsimoloji inversiya hesab olur. Məsələn, Talış dağlarında deyir ya, yuxarı qalxdıqca temperatur artır. Temperatur artırsa, demək orada isinmə gedir. Bu proses. Yəni inversiya budur. İsinmə gedən qatlar təbəqələrin olduğu qatlar. Termosferlə stratosfer. Onları çıxırsan, bir də eksosferi. Əsas olaraq eksosferi götürmürsən, o da çünki sıxlığına görə hara kosmik sıxlığa bərabər olduğuna görə götürmürsən. Əsasları seçirsən da, əsaslara üstünlük. Mənim Buyur. son verir. Eksosferdə yerin cəzb etmə qüvvəsi nə qədər çoxdur? Yəni var. Demək olar sıfıra yaxın. Demək olar sıfıra yaxın. Yəni Niyə? orada bir ərazi bir əşya olsa, yəni düşməyəcək. Bilsin nəyə görə sıfıra yaxındır? Bəli, düşmür. Çünki eksosfer elə bir mərhələdir ki, bax, qazlar yoxa çıxıb da, qazların yoxa çıxması, demək olar sıxlığın ən aşağı olması nəyin göstəricisidir? Demək ki, ya yer kürəsi ən az sıxlığa malik olanlar tutub orada neyiniyibdir? Ən uzaqda. Sən indi bax, termosferi bir raket çıxandan sonra qalır havada. Niyə havada qalır? O məsələni aşkarlamaq lazımdır. Bax, o kosmosa çıxdın, sən bəzi cisimlərə eyni məsafə olsan. Elə bir ki, bax, budur, bunu hər tərəfdən iplə bağlayıb dartıb saxlamışsın. Amma bu hərəkət edə bilir. Yəni artıq yerə yaxın olanda termosfer, termosferdə olanda yer onu qəlb edib saxlayır öz tərəfdə. Amma eksosferə çıxanda artıq o həm yerdən asılı vəziyyətdə qalır, həm də digər planetlərdən və ya digər günəş sistemindən asılı vəziyyətdə qalır. O artıq yerə düşmür, şəkil itir. Hər tərəfdən tutulub saxlanılır edir. Bu qayda. Aydındır, nə demək istədim? Yəni, dolayısıyla yer kosmik çıxışa, eksosferə gəldikdə digər səma cisimləri tərəfindən də cəlb edildiyinə görə havada qalır. Bəli. Özü ilə fırlanır. Bəli, fırlanmır, havada qalırsan. Çünki ikisi də tutub saxlayıb. İndi sənin ona təbii ki, təsirindən asılıdır da. Əslində hərəkət edə bilər. Sadəcə raket hərəkət edə bilmir. Niyə hərəkət edə bilmir? Çünki onun mühərriki saxlama sistemi ona imkan verir. Bəs sağ ol. Bu qədər. Orada raket də, belə deyək də, mühərrikə də çox ehtiyac duyulmur. Tutaq ki, orada çox vaxtı mühərriki söndürürlər. Hava axını ilə, cəlb etmə qüvvəsi ilə hərəkətə başlayırlar. Sadəcə pərlərlə döndürülmə prosesi özünü görürsən. Aydındır? Mənimlə. Bir dənə eksosferdə diqqətli olun. Sonra nə var? 12 mənim. 12.
Oradadır o da. Hə, MH-dədir o. Veriyə də ona da baxaq. 12. Diqqət edin. Müvafiq olaraq mümkün buxarlanmanın böyük və kiçik olduğu dendasyon mənşəli düzəlişlər. Dendasiyalar yaylı yüksəkliklərdir, düzdürmü? Mümkün buxarlanma elə buxarlanma qabiliyyəti deməkdir. Bəli. Tam doğru. Bəli, mümkün buxarlanma. Temposu nasıl? Sən orada demirik ki, su olsun buxarlandırar. Deyir ki, mümkün nə qədər buxarlandıra bilər? Məsələn, 20 dərəcə temperatur mümkün nə qədər buxarlandıra bilər? 17 qram. İsti havası. 30 dərəcə 30 qram. 40 dərəcə 54 qram buxarlandıra bilər. Da düzdür, 1 kub metr hava ölçür. Sən bunu deyil. Mümkün buxarlanma, yəni buxarlanma qabiliyyəti deməkdir. İndi burada, baxın, bəzən deyirlər ki, müəllim, buxarlanma qabiliyyəti hansı ərazidə daha çoxdur? Desək. Tropikin səhraları yox. Buxarlandırma qabiliyyəti dedir da. Hə, tropikin. Səhralarda deyə bilərsən, tropikin rütubətsiz də deyə bilərsən. 30 dərəcənin üstünə qalır. Amma burada bir fərq var. Bir var buxarlanma qabiliyyəti, yəni mümkün buxarlanma. Bir də var buxarlanma. Ta ki, gəlsən səhraya, səhrada 30 dərəcə temperatur, 1 kub metr havada 30 qram su götürə bilər. Səhrada bu su var, yoxdur, düzdür? Onda bax, su tutaq ki, 7 qramdır. Bu avtomatik baxın. Buxarlanma qabiliyyəti yüksəkdir, buxarlanma aşağıdır. Aradakı fərq nə olacaq? Çox olacaq. Böyükdür. Düzdür? Buxarlanma ilə buxarlanma qabiliyyəti arasında fərq var. İndi bu tropikin dənizinə baxacaq. Məsəl üçün Azor adaları. Məsəl üçün Havay adaları. İndi orada verməyim. Hə, bu tərəfdə. Hə, bu hissədə. Bax, Havay adaları, tropikə yaxın. Bəli. İndi bunlarda, bax, temperatur zaten 30'un üstündədir. Buxarlanma qabiliyyəti yüksəkdir, düzdür? Bəli, 30 qram. Amma orada zaten okeanın içindədir da, 30 dərəcədə də 30 qramı buxarlandıra bilir. Bəli. Yağıntı da çox oldu. Bəli. Demək ki, həm buxarlanma qabiliyyəti, həm buxarlanma ikisi də yüksək olsa, aradakı fərq nə olur? Aşağı. Ona görə deyir ki, ekvatorial ərazidə, mülayimlərdə, tropikin dənizlərində buxarlanma qabiliyyətindən buxarlanma bir-birinə yaxın olduğuna görə aradakı fərq kiçik, səhralıqda böyük olur. Çünki orada buxarlanma qabiliyyəti var, buxarlanma isə su yoxdur da, nə buxarlansın ki? Aydındır, buxar yoxdur. İndi baxalım. Bizə də deyir ki, müvafiq olaraq mümkün buxarlanmanın böyük və kiçik olduğu dendasyon mənşəli düzəlişlər. Yəni, buxarlanma qabiliyyətinin çox, səhralar az. Qutublar. Bəli, qutublar. Olduğu əraziləri tapmalıdır. İndi, burada dendasiya olmalıdır. Baxın, dendasiyada ovalıqları çıxırsa, aya baxın Qərbi Sibir. Qərbi Sibir ovalıdır. Düzdür, bura qütbə yaxın ərazidir, aşağı temperatur, aşağı buxarlanma qabiliyyəti və yaxud mümkün buxarlanma, digər adıyla. Aşağıdır. Sonra, Patagoniya əhəqqər verildi. Patagoniya ilə əhəqqəri götürmək olar, amma görsəlciyə diqqət eləməlisən, böyük və kiçik olduğu. Məsəl üçün, bundan da böyük ola bilərmi və yaxud bundan da kiçik ola bilərmi? Ona diqqət eləməlisən. Orada məsəl üçün, Meksika, Orta Sibir. Bunlar ikisi, bax, Orta Sibir də yayladır, Meksika da yayladır. Düzdür? Meksika tropikin səhrasında yerləşir. Ən yüksək götürə bilərik. Orta Sibir elə yayladır, yaxındır qütbə. Elə götürə bilərik dendasyon olaraq. Bu C variantıdır. İndi, amma burada indi, bax, Meksika, Orta Sibir verildi. Bax, burada Patagoniyanın əhəqqəri verildi. Burada deyir ki, bir də, ən böyük. İndi sizcə, Patagoniya yoxsa əhəqqər ən böyük olar? Əhəqqər olar. Əhəqqər. Birinci əhəqqəri qabağa çəkməliyik. Burada səhvliyi ardıcıllıqda verir. Sonra, Dekan, Efiopiya. İkisi də, bax, Efiopiya olsun, bir də Dekan olsun. İkisi də subekvatorialdır. Ən böyük kimi verə bilərik ikisini də? Yox. Yəni, belə deyək də, ikisi də ən böyük olur, sadəcə şey yoxdur da.
Az olanı yok. İkisi de aynı prosestir. Subekvatorial. İkisi de subekvatorialdır. Yağıntısı 1500 milimetreden çoktur. Hele özden o buharlanma kabiliyetine maliktir. Sadece rütubet var diye. O kadar da yağıntısını dökebilir. Sonra. Orta Sibir'den Tibet. Tibet'i götürebiliriz. Səhralar var. Ve bir de verir Orta Sibir. Ama birinci Tibet'i sonra Orta Sibir verilmeliydi. Ama buna bakın. Meksikanın Orta Sibir. Birinci hakikaten en çok olan Meksikanı verir. Sonra gelip Orta Sibir'i verir. İkisi de yayladır mı? Yayla. D variantını nə oxuya bilərsiniz hocam bizə? D var yani. Dekandan Efiyopya. Bakmadım. Dekan da Efiyopya. Subekvatorial. Burada mussonlar demiştim en təsirinden. İkisi de en güclüdür da. Onlar sen ayırmalısın. Biri güçlü, biri zayıf olmalı. Ayrıca ben ikisini de izleştirmişim. 11 mən. 11. Allah. Albedo daha yüksek olduğu arazileri müəyyən edək. Albedo nədir? Əks olunma uzaqlar. 1. Mənim, Antarktida. Atakama səhrası səhralıqdır. Dünyanın ən quraq yeri 1 millimetr yağıntı. Çili ərazisində. Bax. Udaca ancaq. Avtomatik qalanın əraziləri. Bəli, var olan ərazilər. Antarktida, Şimal Buzlu Okean, Grenlandiya arası. 3 dənə. Ən çox albedo 95%, tezə qardadır. Ruslarda 90% da. Ortaya çıxıb lan. Nə çıxır? Ne çıxıb sizdə də? D. Burada nədir? 2, 5, 6. Yox, qəti şəkildə ola bilməz. 1, 3, 5'dir. A. Mütləq şəkildə. Yəni səhvlik verə bilər texnik. Aydındır. Siz də elə götürməmisiniz. A götürmüşəm, A çıxdı. Aldım. Ola bilər yoxlanışdan şey olurdu. Şey, sonra devam edelim. Sen biraz gətirə testlər işlə. 39 mu? Səsin çıxmır. 16'ya da baxar. Allah şükür. 16. Yazmışsan neçə olmasın? Atmosferden görünen bir yazmış. Heç olmasa yazanda aklına. 60, 16. MHM'den düzdür. Əks olunan radiasiya 75 kilokal santimetrin kvadratı veya ümumi radiasiyanın 30% qədər. Bax, müəllim, ümumi radiasiyanın biz görsətisini bilmirik, düzdür. Bilmirik, tənasını qurmalı. Məsələn, bu dedim ki, faizi olan, faizi işləməyə başaran, faizlə getdirir, işləməyə başarmayan, tənasıbla. Bütün sən coğrafiyanın 70-75% məsələsi sən tənasüblə gedə bilirsən. Əzbərləmə. Bax, sənə deyir mi? 75 kilokaldır. Və deyir ki, bu, bax, orada bir şey verir. Deyir ki, ümumi radiasiyanın 30% qədərdir. Ümumi radiasiyan bilirik, bilmirik. X kilokalori. X kilokalori, ümumi radiasiya neçə faiz olacaq? 100. 100%. Bəli, bunun neçə faizdir? Başa düşdüm mən. 30. Qalırlar, 75'te 30. bəli, 75 kilokalada 30% verəsən. Və salam, x bərabər 32, 7500-ə, ixtisarlar getdi, 250. İndi 250 ümumi. 75 əks olunansa 175'də udulandır. Bir də nə deyir burada? Udulan və əks olunan radiasiyanın fərqini təyin edilir 100. Bax, bunun 75'i mənim əks olunandır mı? Onda 175'i udulanılacaq. Aradakı fərq də aydındır. Bu tənasüb yoludur. Sadə və asan. Və yaxud digər yolla deyəsən, X-ın 30% bərabərdir 75'e. Eyni şeydir aslında. 39 mu? Var 39'a qədər. Varsa verin. Yoxdur ki. 21 ilə 23.
ABŞ-da 40 dərəcə şimal enliyi üzərində şimala 1-2 və cənuba, şərqə və qərbə doğru əsən küləklər hansı məntəqələrdə müvafiq olaraq temperaturu artırar və azaldır. Söhbət 40 şimal enliyindən gedir. Düzdür? Sən 40 şimal enliyindən temperaturu artırar və azaldır. İndi burada 1-2 şimala 1-2, cənuba 3-4, şərqə 5, qərbə 6. Şərqə 5, qərbə 6. İndi müəllim, bax gəl 40 şimal enliyində dayanmışsan. 40 şimal enliyə, bax ABŞ ərazisindən. 40 şimal enliyə hansı hissələrindən qərb istidir? Şimaldan nəzər. Şimal enliklərindən deyirəm. İndi bax bu buradan şimala əsirsə, buradakı temperatur neyini? Azalacaq. Siləcək. Siləcək. Özəl Müəllim, 40 dərəcə ərazi istidir yoxsa 60 dərəcə? 40 dərəcə. İndi bu istidən var əsən külək olan temperatur neyini? İstəyəcək. Artıracaq. Artıracaq. Yəni ona görə 1-2 neyini artırır? 3-4 azaldır. Bəli. Şərq qərbər stabil satılır. Ehtiyac yox. Bəli, eyni düşmə bucağı. Günəşdə eyni düşmə bucağına görə qalır. İndi burada müvafiq olaraq artırar. Artırar deyirsə, verməliyik 1-2, azaldar deyirsə 3-4. Aydındır. Sonra 23 dediniz. Temperaturu 10 dərəcə, nisbi rütubəti 75 olan bir kub hava 20 dərəcəyə qədər qızarsa onun nisbi rütubəti neçə faiz olar? Bəli. Temperaturu 10 dərəcə. 10 dərəcə temperaturda bir kub metr havada bu neçə faizdir? 100 faiz. İndi 75 faizi tapmalıyıq. Bu 200 gram. 100 200 bərabər 630, o da 45, 675. Demək 675, ikisi nə olacaq? 100'ə böləndə. 6 tam %75 gram. Bu sənin ilkin olaraq mütləq rütubətini tapdın. İndi bu tavanı, bu havanı isidirsən. 20 dərəcəyə qədər. Oldu 20 dərəcə. 1 kub metr havada 20 dərəcədə nə qədər? 17 gram. O da 100%'dir. İndi budur da havanın tərkibində olan suluqları 675. Bax, götürük 675'i gramı 200%. Oradan da 17 200, 100'e vuranda 675'e beraberdir. X da 17'ye böləndə 4 dəfə 68 edəcək. Bunu 3 dəfə götürürük. 3 dəfəsi 51. Çıxanda 16, bu da 165. İndi 10 dəfə eləyə bilməz, 9 dəfə eləyəcək. 9. 9 dəfəsi 153. 153. Burada da qalacaq 12. 120'də 5 dəfə olur, 6 dəfə olur. 39 Sən nəsə tam orada yuvarlar bilir. 39 onda 7 məndə. Bəli. 40 götürür. 40'da götürə bilərik, 40%. Əslində bunu verəcəkdim. Dedim birdən yuvarlaq çıxsa, qalırsan belə. Yəni yuvarlaq çıxsa yuvarlaqla verirsən. Yox çıxmasa dəqiqlə verirsən. Hesablayıb. Orada da indi sizə kartlı yapır verir deyə burada problem olur. Arka bir şey. Mesela aydın müəllimə, bax temperatur 40'da. Bax ona görə biz belə bir proses çıxartmışdıq. Samir müəllim. Biz nə demişdik burada? Temperatur artanda nisbi rütubətli Tərs mütəmməsi. tərs mütəmməsi azalırdı. Temperatur nisbi rütubətli. Bir-birindən nədir? Tərs mütəmməsi. Desən nəyə görə? Bax burada 10 dərəcədə 75% idi. 675. 75% idi. Amma burada gəlib neçə faiz oldu? 40%. 39.7. Yəni 40%. Artıq nisbi rütubəti niyə gəldi? O zaman. Bununla bu temperaturla nisbi rütubətin tərkibində olsun. Amma temperaturla mütləq rütubəti düzdür. Niyə düzdür?
10 derecede neçə qram su buxar saxlayır? 9. 20 dereceye qalxdı? 10. Dolayısıyla temperaturla bir havanın saxlama qabiliyyəti, su buxar saxlama qabiliyyəti və eyni zamanda nə deyirlər? Mütləq rütubətlik eyni prosesə gəlir çıxır. Düz mütənasibliyə gəlir çıxır. O da yəni temperaturla su saxlama və mütləq rütubətlik düz mütənasibliyə gətirir. Bu artanda bu da artar. Gəlir mi? Bu artanda bu da artar. Gəlir mi? Artarsa gelir. Aydındır. 39 deyildi. Yəni 39'a baxar, buna kimin nə varsa deyirsiniz sonra. Həm illik, həm də sutkalıq temperatur amplitudası kiçik olduğu adalar. Bəli, ümumən temperatur amplitudası kiçik olması üçün bunun qışı da, yayı da, gündüzü da, akşamı da nə olmalıdır? Bir-birinə yaxın olmalıdır. O ərazi hara ola bilər? Ekvatorial. Ekvatorial? Bəli. Ekvatorialla qışı ilə yayı çox fərqlidir. Temperatur. Çıxanda nə qalır? Bilmem. Dostum, güçləri vermək olmaz mı? Yox, qütbləri verir. Sən də ən aşağı deyirsən. Qütblərdə -10, belə, arada bir 10-15 dərəcə fərq yarada bilir. 15 dərəcə deməyək, 10-12. Maksimum 12 dərəcə görsən yayı ilə qış arasında. Məsələn, qışı -50'ye düşürsə, yayı -38'də, -35'e qədər qalır. Aydındır? Yəni, mənfilərə görə yayı ilə qışı arasında qütblərdə. Arada heç olmasa 10-12 dərəcə fərq yaradır. Başa düşmədin? Bax, indi o sizə keçəcəm də hava kütlələrini. Növbəti dərslərdə onu keçəcəm. Bax, sən qütblərə baxırsan ki, qütb ərazisi. Tutaq ki, qış ayında günəş cənubda deyil, şimal hissə soyuqda qalır. Onda -50 dərəcəyə qədər temperatur müşahidə. Ama günəş şimala gələndə bunun temperatürü düşür arası -38'də, 35'e. Bak, burada böyük temperatur budur mu? Mənfi olanda az rəqəm daha böyükdür. -38'dən çıxaq, -50'dir. Müsbətə çevrilir bu. Bərabərdir 12'dir. Gördün? İndi Seyşel adası. Malvin, Hönsü, Şri Lanka. Bax, Şri Lankadır. Ekvatorial götürə bilərsən gəlişini. Amma Seyşel, hanı Seyşel? Hə. Bax, bu hissədəki Seyşel. Seyşel subekvatorialdır. Ekvatorial götürür. Çünki burada qırılır. Bax, Maldiv adaları. Maldiv adalarında qırılır. Sonra, Galapagos, Maldiv, Sumatra, Kalimantan. İlk növbədə bunu sən görürsən, amma Galapagos ekvatorialda yerləşir. Galapagos'a, buradan Peru cəryanı demişdik. Peru cəryanı tropik yayı düz ekvatora qədər gətirir. Galapagos tropik deyirlər. Doğru. Peru cəryanı təsir görsədir, düz tropik səhralıqla qədər gətirir. Soyuq cəryanı. Sonra İrlandiya, İslandiya, bunlar olmaz. Yeni Gvineya, Kanar, Tasman, Saf. Bu Galapagos'u neyi götürüp veriyorlar? D çıxır cavab. Ne? Bey, Balacan. D çıxır. Balacana. Galapagos'u verebilmez. Mən də sual qoymuşdum, amma bilmirəm, indi saat ki, niyə var sual qoymuşum? Maldivlər Teşkar, deyilən. Maldivin çox hissəsi cənubdan ekvatorialdır. Çox büyük hissəsi subekvatorial. Sonra, Bu Galapagos'un Sumatra, subekvatorial təsirlidir. subekvatorialda da var. Yani, Çünki yayı ekvatorial dərə 25 dərəcəsə, qışı başda 30 dərəcə. Ona göre sağlam. Hə, o da var. Onu da verir. Bax, Şri Lanka'dır, Maldivdir, sonra Seyşel'dir. Bunlar ekvatorial, subekvatorialda. Burada Şri Lanka. Cənubi ekvatorial, şimalı subekvatorial. Maldivin cənub hissədən çoxu, hardasa bir 75% ekvatorial, 25% subekvatorial. Bəli.
Sonra burada müəllimlər, Lakodif adası var. Bax, Maldivin yuxarısında o subekvatorial tam şəkildə. Lakodif adası, subekvatorial, Hindistana məxsus adadır. Sonra, Kalimantan da o mərkəz. bax burada Andaman adaları var. Sonra Sumatra, Java, Kalimantan, digər adından Borneo. Bəli. Sulawesi, Yeni Gvineya, Ekvatorial, Yeni Gvineyanın Papua Yeni Gvineya ölkəsinə düşən hissəsi subekvatorial. Yaxşı, İndoneziyaya düşən hissəsi əsasən 98% demək ekvatorialdır. Papua Yeni Gvineyaya düşənin demək olar ki 100% subekvatorialdır. Tam şəkildə. Bundan çox düşür. Bugünlərdə tarixdir. Bəli. İndi onu bu həftə sual cavab eləyə bilmədi, ölkədə oldum deyə. Gələn həftə Azərbaycandan sual cavabımız olacaq. Növbəti səfər indi ölkələri bir dənə baxın. Başlayaraq ölkələrlə. İqlimi nədə, Hindiscə də iqlimi keçək. Başlayaq bir dəfə də təkrar burada eləyin. Orada da təzdən sual cavab. İndi sınaqlarda da Gələn olardı bölməli gələcək. gələn bölməli iqlim deyəcək. Gələn bölmə iqlim deyəcək. Gələn bölmə iqlim deyil. İqlim deyil. İqlim, hava kütlələri iqlim. Bu belə. Və salam, bu da sadəcə Qalpagosu tam verə bilməz. Yaxşı, Qalpagosu veribdir, amma tam verə bilməz. Biraz təxmin edilir. O da ekvator xəttinin olduğuna görə verir Qalpagosu. Başqa cavab variantı yoxdur deyə götürürsən. Amma reallıqda Qalpagosun iqlimi tropikdir. Görünmür. Qalpagos hansı havaların ayrılmasından yaranır, o gün salmışdır. Kakosla maska. Kakosla nasıl? Kakosla karbon olur. Yok, Karib, yani bu tarafta, içeride. Kakosla nasıl ayrılır? Vulkanik ada kimi yaranır. Kalpagos da hansı şeye məxsusdur? Galapagos adası. Ekvator kəsir, adlı ekvatorla uyğun Ekvadora. Paytaxtı Quito şəhəri. Baxmayın. Buraya yaddan çıxmasın. Ekvator Quito. Bəzən deyirlər müəllim, neft ehtiyatı var bunda, az şəkildə. Yüksək mi? Az şəkildə. Burada əsas neft ehtiyatı Venezuela'dır. Yaxşı, bəli. Biz torpaq əmələ gəlmək prosesi üçün minimum temperaturu 10 dərəcə götürmüşdük. Bəli. Maksimum üçün limit var yoxsa 25-30 götürmüşdük? Maksimum belə deyək də 18 dərəcədir. Ortalamadan söhbət. Bəs rütubətliliyi əmsalı nətər? Minimum maksimum üçün bir sənə? Rütubətlənmə əmsalı normal şəkildə yaranış 0.8-dir. Ondan yuxarı yəni. Bəli, 0.8 ona yaxın deyək də, ortalama 0.8-dir. 0.7, 0.9. Bizə burada ən çox, ən sürətli yaranan nəzərdə tutulur. 0.8, 0.8 meşə ilə qara torpaq arasında olur. Biri keçdi, yolunu olur, götürə bilmirik. Bir yox, birdən həddindən artıq çoxsa. Məsələn, 1.1-sə yaranma davam edir. Amma 1.2-sə artıq həddindən artıq. Savanna meşə çölü. Savanna meşə çölləri 0.8-dən üst götürür. Tam 0.8. 0.8 ortalamadır, ona yaxın götürür də. 0.8 götürə bilərsən. Amma məsəl üçün o meşəlik ərazisi var, onu götürürsən 0.9, biraz yuxarı. Norma 0.8-dir. Amma meşə zonası deyilir, o seyrək meşələr deyilir. Bəli, hevaya ağacı. O deyil, seyrək TikTok'da bir dəqiqə çox gəlir, yox. Burası düz gəlir, arkada haşalanır. Onlar kalçık götürürlər. Bəli. Kalçık havası götürürlər. Nədir? Evreyi havası. Kalçık götürürlər. Ay sağ ol. Bəli, bağ olur. Yaxşı, o ağaçlar təkdir. Yəni o ağaçların yayıldığı seyrək ərazilərdə baxırsan ki, 0.9-a çatır rütubət. Rütubət olmalı ki, onun köşük bitsin də. O köşük görsün nə boydadırsa. Diametri. Fikir vermişsiniz. Burada bir dənə sual var mənim. Burada cavab çıxıb 550-nin 950-yə nisbətlidir. Baxın görək. Mən bəs bakarlıqlarda rütubətləndən çalı elə olur. Birdən böyük. Birdən böyük. Orada belə deyək, dedik 0.9-a 1-ə yaxın və 1-ə yaxın deyəndə müəllimlər 0.9, yəni 1-ə yaxın olan 0.9 da ola bilər, 1-dən yuxarı ola bilər. İndi burada nə var? Məsələn, bataqlıqlaşmış ərazi, bataqlığa çevrilmə. Bataqlığa çevrilmə başlaması 0.9-dan 1-ə qədər.
Amma sırf bataqlaşmış ərazi deyilsə, 1 və 1-in üstündə ifrat rütubətlənmə anlayışı olur. Bəli. Neçəyə dedim müəllim? 49-dan. 49. Deyir ki, rütubətli əmsalı hansı qiymətində torpaq əmələ gəlmə prosesi daha intensiv gedir, sürətli şəkildə gedir. Müəllim, yağıntı həddindən artıq ola bilməz. Bax, orada 25 dərəcə temperatur verib ha. Ortalık yağıntında 2500 verib da, o götürə bilməz. Məsələn, yağıntı 550'dir, buxarlanma 950. Buxarlanma çoxdur. Bəli. Bölüm 0.57 yapar. Yağıntı da nisbətən azdır. Bu rütubətlənmə misali aşağı olacaq matematik. Bəli, onu götürə bilməyəcəksən. Məsəl üçün, orada daha çox bizə verə bilər. 4'dür, bəli. 1918'dir. Gördüğün demək olar 18 dərəcənin ən piklə veribdir, səni çaşdırmaq üçün. Görsən, rütubətlənmə əmsalı da sən onu seyləsən, görsən 0.9'dur. Aydın. Burada buxarlanma çox tanıdır. Buxarlanma seylə, belə deyək da, gəlib rütubətlənmə əmsalı həddindən aşağı deyil ki. Bax, əgər orada buxarlanma aşağı olsaydı, yağıntısı daha çox olacaqdı. Düzdür? Yağıntının çox olması buxarlanmanın, daha doğrusu yuyulub aparılmaya səbəb olacaqdı. Humusun miqdarının. Yəni, külmə prosesində şərait yaratmayacaqdı da. Külmə prosesində şərait yarada bilmirsə, o torpaq zəngin olmayacaq və normal torpaq kimi ortaya çıxmayacaq. Aydındır? Yuyulma prosesi torpaq əmələ gəlmənin qarşısını alır. Mən torpaq çox intensiv şey götürürüm. 0.7-0.9 aralığı, temperatur da 10-18 tane. 1'ə də yaxın götürə bilərsin. Amma 1'dən həddindən artıq götürüb yüksək verir, olmaz. Yaxşı. Məsəl üçün, orada verib 1200-dən 750. Sən onu bölsən, 1'in xeyli üstündə qalır. Onu verə bilməz. 1'in həddindən artıq altında qalanı da verə bilməz. Aydındır? Şu. Cavab nə olursa? 4 müəllim, 4 variantı. Yox, C variantı 4. C variantı. 4'ün bir tərəfdə. C variantı 4. Və son. Qısa filan. 48'ə baxırıq. Planetimizdə daha çox yağıntı düşən adalar. 1. Hava adaları. Hava adaları, bir sən bunu hansını götürürsünüz? Tropikin dənizi. İndi bir də keçəcəyik tropikin dənizi haqqında. Tropikin dənizində yerləşən. Bax, keçən dəfə bir dənə sual hazırlamışam. Bununla bağlı. İndi onu qabaqlı mənəliyə hazırlamışam. Baxın, burada adalar var. Yemenə məxsus Socotra, bir də burada Portugaliyaya məxsus, yox, İspaniyaya məxsus Kanar. Madeira da Portugaliyaya məxsus adadır. Bax, bu Madeira, Kanar, Socotra. Tropikin səhrasına düşür. Baxmayaraq ki, dənizin içindədir. Buradakı soyuq cəryanlar, onları səhraya çevirir. Orada Somali'dir, orada Kanar'dır. Bəli. İndi burada fikir verir, nə baş verirsə. Tropikin dənizində yerləşən adaları daha çox götürməlisən birinci növbədə. Məsələn, hava adaları. Gün ərzində nə çox ildırım çaxır həmin ərazidə. Niyə? Çünki, bax, hava adaları. Okean içindədir, tropikdir. Siz təsəvvür edin ki, suyun qızması hər daim davam edir, buxarlanma davam edir, buludun yaranması davam edir və bu sürətli şəkildə davam edir. Dayanmadan. Bəli. Dayanmadan davam edən zaman topa buludlar formalaşır. Topa buludlardan da mütləq nə çıxır? İldırım, şimşək. Bəli. İldırım göydə çaxır, şimşək yerə vurur. Onunla fərqlənir. Bəli. Ona görə də, buradan elə bir bu adanın hər tərəfindən buxarlanma var. Hər tərəfindən buxarlanma varsa yağıntı da çox düşür. Birinci ərazi buradır. Sonra Hindistan, Himalay. Buradan gələn hava kütlələri Himalay dağlarının orta dağlıq hissəsinə qalxaraq soğuyur. Deyirəm ki, 30 dərəcə temperatur 30 qram. Yetərli rütubət var da burada. 30 qram götürür. Orta dağlığa qalxanda bu azı enir 20 dərəcəyə. Düzdür? 30 qramda, bax, 30 dərəcədə
1 kub metr havada 30 gram saxlayırsa, bu 20 dereceye düşən kimi 1 kub metr havada neçə gram? 17 gram. Neçə gram yağıntı verir? 3 niyə? 30. 13. 13. 13. Hər kub metrə 13. Siz düşünün ki, milyonlarla kub metrdən söhbət gedir. Bəli, 13 milyon qramdan söhbət gedir burada. Gör nə qədər yağıntı düşür. Bu ikinci ərazi. Bu prosesin biri də bilsiz harada baş verir. Bax, Kamerun vulkanının ətəkləri. Fəaliyyətli olan bu vulkan Kamerun ölkəsində yerləşir. Buradan, körfəzdən qalxan o ekvatorial rütubətlər var, orta dağlar qalxanda daha da yüksək yağıntı verməyə başlayır. Harca 19 millimetr, yox 17 min millimetr, 19 min millimetr, 23 min millimetr yağıntılar. 23 min. Söhbət gör nə qədər artımdan gedir yağıntı. Orada hansıydı? Harada? Arkada hansıydı? Afrikada Kamerun vulkanı. Bilirəm, orada yoxdur deyə sənə ekvatorial verir. Bax, Ərazi olaraq başqa bir şey verə bilər, Kamerun verir. təbii ki, sən indi belə deyək, ən yüksək demir də, daha çox yağıntı. Desək ki, ən yüksəkləri seç, o üçünü seçirsən. Amma ən yüksək seçmirsə, ekvatora yağıntı çox düşür. Tropik dənizdə yağıntı çox düşür, ona görə sən götürürsən. Hava adaları 1. 2. Bax, burada Baham adaları var. Görürsən, burada tropik dənizidir. Baham adaları, fikir verin. Sonra, Bir variant. burada Kalimantan və Yava. Bəli. Bax, Yava və Kalimantan. Digər adından Borneo. Ekvatora düşənə. Əgər sənə ən yüksəkliyi bu üçünü vermirsə, sən demək ya tropik dənizini götürməlisən, ya da ekvatorialın rütubətini. Subekvatorialı ən çox kimi götürə bilmirsən. Və yaxud çox kimi götürə bilmirsən. Onun qabağında şey var. Çox kimi nə vaxt götürərsən, görərsən ki, daha variant qalmayıb, onda subekvatorialda yerləşənləri 1500-1700 mm-dən götürürsən. Və sonra. Amma bunlar 3000 mm-ə yaxındır. 2000-dən yuxarı 3-ə yaxın. Aydındır? Və sonra. Deməli, ən çox oldu ekvatorial tropik dənizdən birən subekvatorial. Subekvatorial ən çox kimi götürmürsən. O ki, şey qalanda götürürsən. Yəni cavab yoxdur, subekvatorial onu götürürsən. Amma ən çox deyirsən, tropik dənizi bir də ekvatorial. Ən çox qədər. O 3 dənəsi də dünya üzərində ən çox yağıntı düşən yerdir. Nasıl? İkinci deyəsən Hindistan çıxıyor. İkinci Hindistan'da, üçüncü Kalimantan. Hindistan aslında terası var orada. Kalimantan nerede? Çerapınca. Üçüncü Kamerun vulkanı ətəkləridir. 19 mm, 17 min millimetrdə. Sonra hava adaları. Hava adaları birincidir. 23 mm. 23 min millimetre. 17, 19, 23. Bəli. Yəni tayfun hansı ərazilərdə düşür? Tayfun, bax, bir tornado, dedik ki, isti quru. Tayfunlar, Tayfun Cənub-Şərqi Asiya. bəli, isti qurulu olan tornadodur. Tornado deyil, bilsin necə yaranır. Deyəsin, isti quru deyil ya, səbəb nədir? Baxın, diqqət edin, bunun əslində şeydə başa salmaq fikrim var. Yenə bunlar. Bax, burada arktik küləklər var da, arktik. Burada tropik, tropikdən gələn. Bax, bu soyuq qurudur, bu isti qurudur. İkisi də qurudur. Baxın, nə baş verir? Məndə. Soyuq quru ilə isti quru gəlir. Niyə gəlir? Çünki burada dağlar yoxdur, maniyə yoxdur. Rahat edirlər istəkləri. Baxın, gələndə əslində soyuq quru da yüksək təhlükdir. İsti quru da yüksək təhlükdir. Dağında rütubət yoxsa ikisi də yüksək təhlükdir. Düzdür? Amma gəlin bir-birindən nəzərlə baxsan. Soyuqda yüksək təhlük daha çoxdur yoxsa istidə? Soyuqda olur. Soyuqda. Düzdür? Bunlar gəlib qarşı-qarşıya toqquşan kimi o soyuq qurudan isti quruya doğru külək başlayıb fəaliyyət edir. Sadəcə bunlarda rütubət yoxdur deyə dövriyyəni nə edirlər? Tamamlama başlayırlar. Bax, ardıca çəkirlər. Bir-birindən qarışır da. Qarışır, qapalı hava dövranı. Burulğanı yaradır. Bəli, siklonlar, bunu deyə bilərsən. Buradakı siklonlarda o tornado. 60-a mənə baxarsınız onunla bağlı sual. Yaxşı. Bir də tayfunlar. İsti quru. Burada rütubətlidir artıq. Burada rütubətlidir.
O sırf Cənub-Şərqi Asiyada, yəni Şərqi Asiya düşmür. Var, Şərqi Asiyada var, Şərqi Asiyada. Məsələn, böyük Çin düzənində götürə bilərlər. Düşür, götürürlər. Şəhər nasıl gidiyor? Amma əsas hissəsi bu Malakka ilə Hind-Çin yarımadasına düşür. Əsas güclüləri. Yəni tornado isti tarixi necə olur? İsti rütubətli. Bəli. Sonra neçə dediniz orada? 53. 53'e kimi? Aha, 53'e. Gəlmə əsasən hansı məntəqələrin yağıntının düşmə ehtimalı daha böyükdür? Hə, bu geçən suallardan biridir. Əslində biz burada baxırıq ki, Faizini hesab tutaq ki orada 17'ye 15 verir, düzdür? 9'a 7.5 verir. Deyirsən ki, bunların yağıntısı daha yüksək olar da. Və yaxud orada 2 dərəcə, 2.5 dərəcə görürsən, 2.2 qram su buxarı var, deyirsən bunda daha çox olar. Amma yağıntını sən bu qramla müəyyənləşdirə bilməzsən. Yerdə olacaq da. Sən faizlə gedirsən. Faizlə. Nisbi rütubətlinin faizinə baxsan. Mən onu da demişdim ki, necə müəyyənləşdirirsən? Bax, belə deyək. Nisbi rütubətlik faizlə deyil. Maksimum faiz nə qədərdir? 100. Bunları hissə ilə təqribi çıxarırsan. Uzun vaxta getməyəsən deyə, uzun vaxtlara etməyəsən deyə, deyirsən 100%. İndi bax, mənim, 30 dərəcədə 30 qram saxlayır, amma nə qədər var? 20. Demək, 30'un 20 hissəsidir. Bax, fikir verin, 30'un 20 hissəsi. 3 hissəsi. Bəli, amma bax, ixtisar getdi, 200'ü 3'e böləcəyik. 66. Bəli, 66, təqribi 67 yuvarlıq. 67%. Təbii ki, bu, nisbi rütubətliyi yüksək götürə bilərsən. Deyil. Sonra, orada fikir verin. 17'de 15 verir, mənim. Yenə, 100'ün 17'de 15'e baxır. Baxın, 17 ilə əslində bunu ixtisar aparmaq olur. Necə olacaq? 6. 6'ya vuranda 100 eləyir. Təqribi götürə bilərsən 6. Vurdun 90. Bu oxşuyur. Amma görək baxaq tam olacaqmı? 9'a 7.5 verir. Düzdür? Bax. 9'a 7.5. Mən ixtisar aparanda 11 kimi götürə bilərik. 11'i buna vuracaq, 7.5'e. Ona vuranda 75, bir dənə də 7.5 gələndə 82.5. Halbuki çox yaxın görsənirdi, düzdür? Amma bundan aşağı olur. Sonra 5'də 4 verir. 80. Bəli, 100'ün 5'də 4 hissəsi. Halbuki çox yaxın görsənirdi. Baxın, arada 1 qram fərq var idi, çox yaxın. Amma nisbi rütubət çıxardığında olmur. Yəni geçişə olub görsənir. 2.5'ə 2.2. Bax, 100%. Bunda çətinlik yaşaya bilərsən, bunda çətinlik yaşamamaq üçün nə edəyəsən? İki tərəfi ona vura bilərsən. Kəsrin, sürəti və məxrəcini ona vurduqda cavab dəyişir. Olduğu kimi qalır. 88. İxtisar apardın 4'üne vurdun 88. Hansı daha çok oldu? 17, 15. Çətin demədim. Bunu indi sən o tənasübün azadından geçsən, bir də o yolla geçsən. Səhv çıxardarsan. Ona görə hissəni seyləsən daha tez. Sonra nə var? 53'də mənim siz də demişdiniz, bir dənə ona bəndir. Şifahi soruşum da suala baxmayın. Bunda tornado deyəndə biz Meksika ovalığını götürərik də. Meksika ovalığını götürə bilərsən, mərkəzi Amerika hissəsini götürə bilərsən, Mississippi çayı sahildə deyə bilərsən. Çıxır elə demək. Azərbaycan 60-cı sualıydı. Problem qalmır ki. Sonra, tornado tam başa düşdünüz, niyə isti qurutsa? Özdə, orada digər bir sual çıxır. Müəllim, bir hissə soyuq qurutsa, niyə ona bir isti quru adı verilir? Niyə axırda isti quru olur? Soyuqla isti qarşı-qarşıya gələndə, soyuq quru hava tez qızmağa başlayır.
isti ilə təmas etdikdə. Soyuq altı düşür alta, isti qalxır yuxarı. Bəli. Yəni, bax, əgər sən bir buzlamadan boş qabı çıxart, bir dənə testəyə qoysan, tretman üstünə, o soyulmayacaq ki istidən. Başlayacaq neyini və içinməyə. Özün fikir vermişəm, mən fikir vermişəm məsələsini, yoxlamışam. Bir boş qabı qoyursan, üstünə, boş qabı biraz çartlayır da, dəmir qabı qoyursan, soyulursan, götürüb tretmanın üstünə qoyan kimi yandırdın altını, bax görürsən ki, qıraqdan tez başladı silməyə. Bir dənə də O bunun, qədər sürətlə gedir proses. bunun bir dənə tərs olan təcrübəsini mən deyim. Adi suyu, soyuq suyu ilə götürüb bir stəkan qaynar suyu xaldincə qoyanda qaynar su daha tez donur, nəinki soyuq su. Ay, Onu tərs edir. bəli. Bəli. Orada içli suyun soyma prosesi, aktivləşməsi prosesi, bilirsiniz o nə ilə əlaqədardır? İçli olanda geniş olur onun məsamələri aradakı. Soyuq tez təsir edir. Soyuq olanda soyuğun sıxlığa təsiri biraz gecikir. Sən məsəl üçün bir dənə götür dəmir qabı şeyə qoy, buzlamaya. Bir də götür alüminium qabı qoy. Alüminium qab geniş olduğuna görə sıxlığı aşağı tez dolacaq. Aydındır? Bu belə. Bu da təcrübələr. O yox dedim. Yoxla, mütləq. Sonra var. Üç. 63-ə baxırıq. Qərb küləklərin təsir göstərdiyi yarımadılar, qalıb qərb küləkləri hardan rəsr edilir? 30-dan mülayimə. 30-dan 60-lara, düzdür? Özdə qərb təsir. Matriklərin Matriklərin qərbindən təsir göstərir, düzdür? İndi baxın. Pineyi Kiçik Asiya deyil. Bəli, Pineyi ilə Kiçik Asiyaya təsir. İndi burada nə deyil? Pineyi ilə Kiçik Asiya verə bilər. Koreya Alyaska, Koreyaya necə təsir edir? Koreya şərqi. Şərq. Koreya ilə verdi Alyaska'nı. Alyaska'ya təsir göstərir. Bəli. Sonra, amma orada bir dənə vermədi, yəni Koreyaya təsir. Floridadan yukarıdan, bax Florida haradadır şərqdən? Yukarıdan haradadır? Yenə şərqdən. Matrikin şərqindədir. Bunlara passatlar təsir edə bilir. Şərq küləkləri. Şərqdə rütubət yaradır, bax. Rütubətin həqiqəti. Sonra, Tropik dənizi. Labrador, Tropik dənizi oradadır elə. bəli, Labrador Kamçatka. Kamçatkaya qərb təsir edə bilər? Evet. Təbii ki, edə bilməyəcək. Labradora baxaq. Şərqdən. Təsir göstərə bilməz. Sonra, Bretan Jutlandiya. Bax mənlər. Bretan buradadır, Jutlandiyada buradadır. Təsir edə bilər. Bu təsir eləyər. Sonra, Labrador Kamçatka. İndi qərb küləklərinin təsir göstərdiyi yarımadalar. Evet, beni götürmək var. Deyəni götürəsiniz. Çünki Kiçik Asiyada içəridə. Bilirsən, bəli, orada əsas böyük təsirdən söhbət edir. Əslində təsir göstərir ha. Ona da təsir göstərir. Pilli ilə, siyasi ilə təsir göstərir. Sadəcə içəridə olanda, daxildə olanda, bu qurunun üzərindən keçəndə çox təsir göstərir. Bir daha da çox təsir göstərə bildir. Bax, o qərb küləkləri ki, 30-dan yaranır ha. 30-da yaranır deyə, özünə yaxın hissələrə var. Qurudan keçən hissələrə çox təsir göstərə bilmir. Məsələn, 30 buradan keçir. Bura çox yaxındır deyə, bura çox təsir göstərmir. Amma özündən 60-a yaxın hissələr, həm soyuqdur orada. Ora daha yaxşı təsir göstərir. Aydındır? Hə, ona görə üstünlük olaraq bunu götürürsən. Buna da təsir var. Amma yüksək təsir bunlaradır. Ona görə ən çox təsir olanı götürürsən. Orada əslində sualı deməli ki, ən çox təsir göstərən. Daha çox təsir göstərən. Bəli. Şu. Elə 64 mənimdə ona da. Doğru olmayan ifadəni müəyyən edir. Qərb küləkləri tropik yüksək təhlük sahəsindən mülayim artıq təhlük sahəsində doğru əsən daimi küləkdir, doğrudur. Qərb yarımkürəsində antiksiklonda havanın hərəkəti saat əqrəbinin əksi Antisiklon deyirsə düzdür, mənim cəmim. düzdür. Şimalda saat əqrəbi, cənubda əksinə. Bəli. Temperatur inversiyası yüksəyə doğru qalxdıqca temperaturun azalmasıdır, yox, artmasıdır.
Qrov bulutsuz gecələrdə havanın